Xaçmaz Bağçılıq səhifəsinin dəyərli izləyiciləri, hər birinizi salamlayıram Xaçmaz çarxı ərazisindən. 5 illik gilas budaması göstərəcəsi Alim qardaşla bir yerdə. Alim qardaşı da tanıyırsınız hər kəs. Allah kəsə bağına bərəkət versin. Bir də yaxından çəkdik budamanın qaydasını göstərək sizə. Bax, salaki nəyə görə kəssən hansıdır. Sonra ilk növbədə gördüyünüz kimi bizə lazım olmayan iç budaqları aradan götürürük. Kəsimi də ki sıfır kəsirik ki, yəni bu nektarin kimi filkanla işlənmir. Tırnak saklayanda avtomatik ağaca şişirə baş verəcək. Ali var, bunun üstə səndə izləyiciləriniz sənizdir. 5 illik ağacda ancaq ucurma illik deyilən ucurası edəcək. Elə 40 santı. 40 santı hər dəfə 8-9 gün saxlama şərtinə. Çünki meyvə düşən ağac deyəndə ona görə. Hamısı yan budaqlar ucurma getməyəcək. Balaca ağac deyil ki, ucurma edir. Gələn ikinci bir xərəçində qalan bıraktığımız yan budaqlar meyve gözü patlatsın diye. Ona göre bunda ancak iç budaqlar, bir de ki liderlerin 4 tane 5 tane ol varsa o ucurmasını edəcəyik. Burada da görürsünüz ki, bak, keçənki budaqlar artıq yan budaqlardır. Formalaşır 5 ulduz. Yəni meyve gözü formalaşıb artıq. Yaxından görə bilərsiniz onda. Və gilasımızda olan köhnə quru budaqları da götürürük ki, bax, burada görürsünüz uşaqlar, yan budaqlardır. Bax, ucurmasını o eləmirik ki, qoy buraca meyvə dolu olsun. Bax, burada görürsünüz, meyvə gözlərimiz dolu. Yan budaqlar vurulmur. Bir dənə gördüyünüz bu taclar, liderimizin tacı. Bir dənə tac vurulur, istəsək, çünki tac yan budaqdan qısa olmalıdır. Budama bölməyin, bu ağac hazırdır. Yəni bu ağacın artıq forması hazırdır və burada görürsünüz. Qalan budaqlar əlbəyinə ehtiyac yoxdur. Çünki gələn illər bizə bu budaqlar meyvə gözü patlatsın deyəndə. Ona görə. Dəyərli izləyicilər, maariflənin budama ilə bağlı Azərbaycanın hər bir bölgəsində xidmət göstərir, tam keyfiyyətli xidmət. Budaq bağçılıqda video kimin qarşısına çıxdığı bəyənsin, paylaşsın, kaydedilsin. Allah birinizi qorusun.